Sobada toyuqlu plov edirik. Sağa qoydum düyünü, bişirirəm. İndi toyuğu marinə edirəm. İlk öncə içərisinə 125 ml qatıq tökürəm. Bu da ədviyyatlardan sarı kök, duz, qarabibər, bir də pul bibəri var. Hər birini qarışdırmışam, əlavə edirəm. Tomat əlavə edirəm içinə. Bir yarım saat belə marinə edilmiş şəkildə soyuducuda gözlədəcəm. Marinə etdiyim toyuğu soba listinə əlavə edirəm. 200 dərəcəlik sobada 1 saat bişirəcəm. Düyünü süzdüm. Düyünü biraz bərk şəkildə götürürəm. Çünki dəmə qoyanda tam qəşəng bişsin. Əvvəlcədən sarını vurdum. İndi buradan bir hissə götürüb qazmaq hazırlayacağım. Qazmaq üçün ayırdığım düyünün içərisinə qatığı əlavə edirəm. Duz və darçını əlavə edirəm. Hazırladığım qazmağı qazana əlavə edirəm. Qazana əvvəlcədən kərə yağı töküb əritmişəm. Üzərinə qazmağı tökürəm. Kərə yağlarını üzərinə əlavə edib plovumu dəmə qoyuram. Sobada toyuqlu plovumuz hazırdır.